slice formasında. Sezar indi hərə bir cür eləyir. Biri, nə bilim, onu da deyərik. Ətimizi doğrayaq. Əsas o bizə lazımdır ki, ətin içi soşlu qalsın. Yəni sulu qalsın, qurumasın. Onun üçün, yəni belə doğru pişirsəydik, biz qurdarıq bu əti. Bütöv. Yəni toyuq əti yağsız ətdir deyə tez quruyur. Ona görə yəni bütöv şəkildə marinatlı bütöv şəkildə pişirib doğrayırsan ki, qurumasın. İçində bir də suluq qalsın. Ondan sonra toyuğumuzu səliqəli şəkildə düzdük. Siz çoxsuz, ona görə biz çox qoyduq. Əslində restoranda çox olmaz da, qramajlandır. Bir salatı ət olsun, toyuq olsun, 100 qram ət gedir salata. 100 qram ya can əti, ya toyuq əti. 3 dilim verir, nazik doğrusu. Hə də, yəni baxır sənin doğramağına. 100 qram ət qoysaz bəs eləyir. Bunu qoyduq səliqəli şəkildə. Hoppa. Və belə sizə hamımıza çatsın da. Bunu qoyduq. Ondan sonra qaldı bizim bir dənə qozumuz. Qozumuzu da üstünə səpirik. Əsl xanlar, bəylər yiyəsi yeməkdir. Səpdik. Narı gizlətməyək. Biraz da nardan qoyduq üstünə. Əlacı. Şirvan salatımız hazırdır.